Hənifə Məlikova Zərdabi. Müqəddəs ənənələrdən söz düşəndə ilk öncə göz önünə sözsüz ki, xeyriyyəçilik gəlir. Ötən əsrin əvvəllərində bu müqəddəs işlə bağlı ölkəmizdə onlarca xeyriyyə cəmiyyəti yaranır. Cəmiyyətlərin maliyyə dəstəyi ilə Bakıda maarif mədəniyyət ocaqları təşəkkül tapır. Qafqaz müsəlman qadınları xeyriyyə cəmiyyətinin yaranmasında böyük maarifçi alim, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova Abayevanın böyük xidmətləri olub. Hənifə Məlikova 1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçikdə doğulmuşdu. Azərbaycan xalqının ilk maarifçi qadınlarından olan Hənifə xanım Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsil almışdı. Əlbəttə ki, o zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. Bu gözəl, ziyalı, sədaqətli və dəyanətli xanım millətimizin və ailəsinin yolunda fədakarlıq göstərmiş, Həsən bəy Zərdabiyə tək həyat yoldaşı yox, ümumiyyətlə həm də mübarizə yoldaşı olmuşdu. O, 16 il əri ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşadı. Bütün çətinliklərə baxmayaraq, milli mətbuatımızın əsasını qoymaqda Həsən bəy Zərdabiyə dəstək olan Hənifə xanım nəhayət özü də hiss etmədən öz adını Azərbaycan xalqının tarixinə yazdı. Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəy ilə birlikdə Əkinçi qəzetinin nəşrində böyük əmək sərf etmişdi. Bu ziyalı xanım Həsən bəy ilə Zərdabda yaşadıkları dövrdə öz evlərində, mənzillərində pulsuz məktəb açmış, təqib və təzyiqlərə baxmayaraq heç bir təmənna ummadan insanlara elm, savad öyrətmişlər. Hənifə xanımın Azərbaycan qadınlarının taleyində də oynadığı rol sözsüz ki, danılmazdı. Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşmüş Hənifə xanım 1901-1905-ci illərdə ilk müsəlman qız məktəbinin müdiri işləmişdi. 1909-cu ildən 1919-cu ilədək düz 10 il Bakıda Rus Azərbaycan qız məktəbində müdir vəzifəsində çalışmışdı.